Deməli, hər birinizin bir daha hər vaxtınız xeyir olsun. Bizim bugünkü dərsimiz informatikadan ilkin anlayışlar bölməsi ilə bağlı və ölçü vahidləri bağlı olacaq. Gəlin görək informatikadan ilkin anlayışlar bölməsində bizə imtahana düşənlər nələr olur, yoldaşlar? Yəni mən bir-bir işarələməyə çalışacağam. Yəni bizim üçün vacib olanları siz də diqqətinizdə saxlayarsınız. Ümumi olaraq informatika nədir, yoldaşlar? İnformatika informasiya proseslərinin, yəni informasiya prosesləri deyəndə informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi, avtomatlaşdırılmasında istifadə olunan texniki vasitələr və yaxud da metodlardan bəhs edən tətbiqi bir elm sahəsi kimi başa düşülür. Bundan başqa yoldaşlar, informatika sözü iki sözün birləşməsindən, yəni informasiya və avtomatika sözünün birləşməsindən yaranıb, yəni termin olaraq. Nə vaxtı? 1960-cı ildə elmə daxil olunmuşdu. Bu qısa iki bilgi sizə bəs və yetərlidir. Deməli, informatika elminin əsas predmenti nədir? İnformasiyadır. Deməli, informatika elminin əsas predmenti nədir? İnformasiyadır. İnformasiya nə deməkdir, yoldaşlar? İnformasiya ümumi olaraq latın mənşəli söz olub. Məlumat, xəbər, yəni topladığımız bilgilər, yəni bunların toplusudur. Yəni ətraf aləmdən aldığımız məlumatdır. Ətraf aləmdən biz məlumatı nələrdən ala bilirik? Kitabdan, qəzet, televiziya, radio, kompüter, yəni bunların hər birindən biz məlumat ala bilərik. Bunların hər biri də cəm halda bizdə informasiyanı təşkil edir. İndi gəlirik verilənlər. Verilənlər dedikdə yoldaşlar, texniki vasitələrin saxlanılması, emalı, ötürülməsi üçün formal şəkildə təsvir olunan, yəni kodlaşdırılan məlumatlardır. Bəs bilik nədir? Bilik isə dərk olunma vasitəsilə alınan informasiyadır. Bilik deyir elə informasiyadır ki, onun əsasında məntiqi mühakimələr yürütmək yolu ilə müəyyən çıxışlar, təkliflər alına bilər. Yəni biliklər bizə yeni çıxışlar etməyə, yeni təklif etməyə imkan verir. Yoldaşlar, informasiyanın iki forması var. Deməli, informasiyanın neçə forması var? İnformasiyanın yadınızda saxlayın, iki forması var. Gəlin görək bunlar hansılardır? Biri yoldaşlar bizim üçün analoq informasiya, digəri isə rəqəmsal informasiyadır. Bu bizə imtahana düşmüş sualdır yoldaşlar. Deməli, informasiyanın neçə forması var? Deyəcəksiniz, iki forması var. Analoq informasiyadır, rəqəmsal informasiyadır. Yoldaşlar, rəqəmsal informasiyanın digər adı, indi buradan belə bir xətt çəkəcəm. Məsələn, diskret sözünə rast olsaz, bilin ki, bu da rəqəmsal informasiya deməkdir. İndi görək diskret informasiya nədir? Yəni rəqəmsal informasiya. Deyir ki, diskret formada ötürülən siqnallar rəqəmli, yəni rəqəmsal olur. Kəsilməz formada qəbul edilən siqnallar isə analoq növlü siqnallara aid etmək olur. Məsələn, kağız üzərində deyir əks olunan mətn, şəkillər, ondan sonra mikrofondan daxil olunan siqnallar, bunlar analoq tiplidir. İndi bunu necə başa düşək yoldaşlar? Məsələn, analoq tipli informasiya deyəndə siz televiziyadan hər hansı bir verilişə baxırsınız və yaxud da radiodan hər hansı bir verilişi dinləyirsiniz. Onu siz dayandıra bilərsinizmi? Xeyr, dayandıra bilmərik. Çünki bizim məsələn, əgər radiodan hansısa bir veriliş dinləyiriksə, hansısa bir zəng mi gəldi, başqa bir işimiz mi oldu, həmin məkandan, dinlədiyimiz ortamdan bir neçə dəqiqəlıq kənarlaşsaq belə, yenidən dönüş etdiyimizdə o veriliş davam edəcək. Yəni bizə görə onu saxlamaq mümkündür? Xeyr, saxlamaq mümkün deyil. Yəni analoq informasiya yoldaşlar ümumi olaraq bizim dayandıra biləcəyimiz informasiya tipi deyil. Amma rəqəmsal isə bizim dayandıra biləcəyimiz informasiyadır. Bax məsələn, YouTube-dan hər hansı bir dərs verilişinə baxırsınız, dərs gedişinə baxırsınız, hər hansı bir belə deyim, musiqimi dinləyirsiniz, kinoya mı baxırsınız? Bunu neyləyə bilirik? İstənilən vaxt dayandıra bilirik. Məsələn, vacib işimiz oldu, dayandıra bilirik. Sonra neyləyə bilirik? Qaldığımız yerdən bunu yenidən davam edə bilirik. Ona görə də rəqəmsal informasiyanı dayandırmaq mümkündür, əslində analoq informasiyanı dayandırmaq mümkün deyil. Ona görə rəqəmsal informasiya deyəndə rəqəmsal informasiya, diskret informasiya və yaxud da kəsilən informasiya. Deməli, kəsilən informasiya nə oldu? Rəqəmsal informasiya oldu. Kəsilən informasiyanın digər adı nə oldu? Diskret informasiya oldu. Deməli, informasiyanın xassələri. Yoldaşlar, informasiyanın xassələri
mütləq şəkildə əzbər bilməlisiniz. Yəni bundan da bizə imtahana sual düşür. Burdan da sizin üçün yazacağam əzbər. İnformasiyanın xassələri hansılardır? Tamlıqdır, obyektivlikdir, aktuallıqdır, adekvatlıqdır, etibarlıq, anlaşıqlıq, dəqiqlik, faydalılıq və qiymətlik. Bunlar bizdə informasiyanın xassələridir. İnformasiyanın xassələrini mütləq şəkildə bilməlisiniz. Məsələn, testdə düşür ki, bunların hansında, hansı cavab variantlarında informasiyanın xassələri düzgün verilib. Artıq biz informasiyanın xassələri, məsələn, tutaq ki, A variantında düzgün verilibsə, A variantını seçmiş olacaq. Deyəcəyik ki, A variantında informasiyanın xassələri düzgün verilib. Ona görə də adlarını əzbər şəkildə bilməlisiniz. İnformasiyanın tamlığıdır, ondan sonra obyektivliyidir. Bunların hər birinin düzdür. Bizə bax, məsələn, düşmür ki, informasiyanın aktuallığı nədir? İnformasiyanın obyektivliyi nədir? Məsələn, 2 il müddətində ümumi olaraq bunun açıqlaması ilə bağlı düşmür ki, informasiya tamlığı deyəndə nəyi başa düşürük? Öz məlumatınız üçün, bilginizi genişləndirmək üçün bəli, oxuya bilərsiniz. Amma bizə düşən informasiyanın xassələrinin sadəcə adlarıdır. Adlarını da əzbər bilsəz bəs edir. İkinci bilməmiz gərəkən informasiyanın növləridir. Yoldaşlar, informasiyanın növləri deyəndə gəlin görək hansılar var. Deyir ki, canlılar ətraf aləmdən informasiyanı analoq formada alır. Yəni canlılar ətraf aləmdən informasiyanı necə alır? Analoq formada alır. Bunu da yadınızda saxlayın. İnformasiyanın 5 növü var. Hansılardır ətraf aləmdən aldığımız? Baxın yoldaşlar, vizual informasiya, yəni audial qulaq vasitəsilə alınan informasiya, taktil dəri vasitəsilə alınan informasiya, ondan sonra dad dil vasitəsilə alınan informasiya, bir də qoxu informasiya. İndi yoldaşlar, vizual ümumi olaraq gözümüz vasitəsilə görərək qəbul etdiyimiz informasiyadır. Siz hal-hazırda mənim ekranda paylaşdığım bu PDF-in üzərindən bu məlumatı oxumaqla göz vasitəsilə qəbul etdiyiniz bir informasiya növüdür. Amma mənim dediklərimi isə dinləməklə eşitdiyiniz, yadınızda saxladığınız, qəbul etdiyiniz informasiya isə artıq audial informasiyadır. Yəni qulaq vasitəsilə qəbul etdiyimiz informasiyadır. İnsan informasiyanı yadınızda saxlayın. 90%-ni göz vasitəsilə qəbul edir, 9%-ni eşitmə vasitəsilə qəbul edir, 1%-ni isə ümumi qəbuludur. Ona görə də bunları da diqqətinizdə saxlayın. Qoxu da bilirsiniz ki, məsələn, istənilən bir ətirdir, qoxusunu məsələn iyləməklə deyirik ki, hə, məsələn, bu ətirdir və yaxud da bu yeməyin qoxusudur. Bunları bilirik. Məsələn, dadmada da, əgər bizdə dadmada, dildə reseptorları olmasa, bizim beynimizə siqnal ötürülməsə, biz o yeməyin dadlı, dadsız, duzlu, duzsuz olduğunu bilmərik. Ona görə də insanın ətraf aləmdən aldığı informasiyanın növləridir. Bunu da diqqətinizdə saxlayın. Davam edək yoldaşlar. Sonra bilməmiz gərəkən informasiya prosesləridir. İnformasiya prosesləri yoldaşlar 4 dəfə, 5 dəfə bizə imtahana sual düşüb. İnformasiya proseslərinin nə olduğunu mütləq şəkildə bilməlisiniz, əzbər bilməlisiniz. Baxın, informasiya prosesləri dedikdə gəlin görək nəyə başa düşürük. İnformasiya prosesləri dedikdə informasiyanın, yəni qəbul edilməsi, toplanması, saxlanması, emalı, ötürülməsi nəzərdə tutulur. Yəni o informasiyanın üzərində böyük bir işləm kimi düşünün. Neynəyir? Əvvəlcə onu ümumi olaraq qəbul edirik, yəni informasiya toplanılır. Sonra onu saxlayırıq, üzərində müəyyən bir dəyişikliklər olunur, sonra isə ötürülür. Bu isə cəm halda bizdə informasiya prosesləri adlanır. İnformasiyanın toplanması deyəndə biz insanlara lazım olan məlumatların alınması deməkdir. Məsələn, kitabxanaya gedə bilərik, oradan hər hansı bir kitab oxuya bilərik. O kitabdan yeni bir bilgi, informasiya əldə edə bilərik. Bu oldu bizim üçün informasiyanın toplanması. İnformasiyanın saxlanması dedikdə yoldaşlar, toplanmış informasiyanı yaddaş daşıyıcılarında saxlanılması nəzərdə tutulur. Məsələn, biz topladığımız bu informasiyanı beynimizdə saxlayırıq, düzdür? Qədim dövrdə isə informasiyanı daş, qaya üzərində, heyvan dərilərində, papiroslarda saxlayıblar. Hal-hazırda isə nələrdə saxlanılır? Kağızlarda, kompakt disklərdə, fleş yaddaşlarda və yaxud da elektron yaddaş qurğularında, ondan başqa bulut texnologiyalarında Google Cloud vasitəsilə saxlanılır. Bu da yenə bizə imtahana düşmüş sualdır, yoldaşlar. Özdə psixoloqlara da düşmüşdü Bakı imtahanına. İnformasiyanın saxlanması.
İnformasiyanın emalı dedik nə idi? Bunu da artıq bildik. İnformasiya üzərində müəyyən gedən bir dəyişikliklərdir. Ötürülməsi nə idi? Yoldaşlar, artıq toplanılmış bir informasiya əgər emal olundusa, emaldan sonra o informasiya necə olur? İstifadəçilərə çatdırılır. Əgər bir informasiya toplandısa, onun üzərində müəyyən bir emal getdisə, emaldan sonra neynəyirik? Onu bir başqasına ötürürük. Düzdür, yoldaşlar? Məsələn, tutaq ki, mən informatikadan müəyyən qısa bir bölmənin üzərində müəyyən bir dəyişikliklər etmişəm də, bir əlavələr etmişəm. Məsələn, onu qısa belə bir PDF halına gətirmişəm. Burada müəyyən başlıqlar qoymuşam. Məsələn, burada öz əlavələrimi etmişəm. Əlavələr etdikdən sonra, bunu emal etdikdən sonra neynəyirəm? Hal-hazırda sizinlə paylaşıram. Yəni bu siz istifadəçilərə çatdırıram. Bu da artıq bizdə informasiyanın ötürülməsidir. Qısa məsafəli ötürülmələr isə kabellər, siqnallar vasitəsilə, uzaq məsafələrdə ötürülmələr isə rabitə kanalları vasitəsilə ötürülür. Məsələn, telefonla, teleqrafla, bunlar vasitəsilə ötürülür. Məsələn, qabaqlar yoldaşlar, telefon yox idi. İnsanlar bir-birinə necə ötürürdü məsələn məlumatı? İndi Allaha şükür ki, telefonla bir-birimizə xəbər edə bilirik, ünsiyyət qura bilirik, informasiyanı rahatlıqla ötürə bilirik. Amma Teleqraf. bəli, əvvəllər isə bu çox çətin idi yoldaşlar. İnsanlar poçtlarda qalırdı, poçtalyon gözləyirdi, poçt gətirən gözləyirdilər. Vallahi həqiqətən necə çətin bir zəmanə imiş. Bəzən biz var olduğumuz, yaşadığımız bu devrə naşükürlük edirik, amma hər zaman da şükür etmək də lazımdır. Hər şeyin özünün bir devrinin çətinlikləri var. Bu isə yoldaşlar, bir daha burada qısaldılmış şəkildə yerləşdirmişəm. Növləridir, xassələridir, formalarıdır. Yəni burada əlavə nəsə yoxdur. Gəlirik informasiyanın ölçü vahidləri. İnformasiyanın ölçü vahidlərinə keçməzdən əvvəl hər biriniz ali təhsilli insanlarsınız. Əgər ali təhsiliniz olmayan yoldaşlarımız belə, orta təhsilli olanlar da orta məktəbdən müəyyən bir bilgiləriniz var. Məsələn, biz yoldaşlar orta məktəbdən öyrənmişik ki, zaman vahidi var. Zaman vahidi deyəndə biz nəyi öyrəndik? Məsələn, saatdır, saniyədir. İndi hamısını yazmasam da dəqiqədir. Bundan başqa yoldaşlar, biz orta məktəbdə öyrəndik ki, uzunluq vahidləri. Uzunluq vahidi deyəndə nəyə başa düşdük? Məsələn, metr, kilometr, santimetr. Kütlə vahidi deyəndə nəyi öyrəndik? Kütlə vahidi də bildik ki, kiloqramdır, qramdır, tondur, sentinerdir. İndi hamısını yazmıram. Bu ölçü vahidlərini öyrəndik. İndi yoldaşlar, deməli informasiyanın da ölçü vahidi var. Məsələn, telefon almağa gedəndə nəyə diqqət edirsiniz? İlk öncə yaddaşını soruşursunuz, düzdür? Məsələn, hər hansı bir marketə gedəndə nəsə alanda onun nəyini, belə deyim, sonda hesablayırıq. Əvvəlcə çəkisini çəkdiririk, sonra ona uyğun qiymət hesablanır, düzdürmü? Biz də telefon alırıq. Məsələn, tutaq ki, flash kart alırsınız. Hər hansı bir kiçik mikro kartlar olsun. Məsələn, heç eşitmisinizmi ki, məsələn, bu kartın yaddaşı nə qədərdir? Tutaq ki, deyir ki, 1 megabayt. Nə deməkdir yoldaşlar? Məsələn, deyir ki, 2 gigabaytdır. Və yaxud da kompüter alanda onu neynirik? Yaddaşını. Məsələn, deyir ki, yaddaşı 512 gigabaytdır. Məsələnin. RAM-ını soruşuruq. Deməli, bunlar bizdə informasiyanın ölçü vahidi ilə bağlı sadəcə adlarını eşitdiyimiz tanışlıqlardır, məlumatlardır. İndi gəlin görək yoldaşlar, onda informasiyanın ölçü vahidi nədir? Deyir ki, kompüterdə emal olunan, saxlanılan informasiya 0 və 1 rəqəminin köməyi ilə kodlaşdırılır və bu yoldaşlar qəbul sualıdır. Sizlərə düşmüş imtahan sualıdır. Deməli, kompüterdə emal olunan informasiya hansı rəqəmlərin köməyi ilə kodlaşdırılır? 0 və 1. Bunu yadınızda saxlayırsınız. 0 və 1 rəqəminin köməyi ilə kodlaşdırılır. Yoldaşlar, informasiyanın ölçü vahidi deyəndə, bax yenə sizi orta məktəb yaddaşınıza qaytaracağam. Məsələn, kütlə vahidində belə bir şeylər öyrəndik. Dedik ki, kütlə vahidindən kiloqram, tutaq ki. İndi mənə deyin görüm, kiloqramdan böyük və kiloqramdan kiçik bizim ölçü vahidləri var idimi? Bəli, var idi. Kiloqramdan məsələn kiçik ölçü vahidi deyəndə qramı nəzərdə tuturduq. Məsələn, kiloqramdan böyük deyəndə artıq sentiner, ton bunlar gözümüzün önünə gəlirdi, düzdür? İndi informasiyanın ölçü vahidlərində də əsas ölçü vahidi var, kiçik ölçü vahidi var, ondan sonra böyük ölçü vahidi var. Bu ölçü vahidləri arasında keçidlər var. İndi sizə sual düşsə ki, informasiyanın ən kiçik ölçü vahidi nədir?
deyəcəksiniz bit. İndi sizə yenə də sual düşsə ki, bir bitin tərkibi nədən ibarətdir? Deyəcəksiniz 0 və 1-dən. Deməli, informasiyanın ən kiçik ölçü vahidi nə oldu yoldaşlar? Bit oldu. Bir bitin tərkibi nədən ibarət oldu? 0 və 1-dən. İndi informasiyanın bizə düşsə ki, əsas ölçü vahidi. Deməli, informasiyanın əsas ölçü vahidi nədir yoldaşlar? Buradan da yazıram. Yadınızda saxlayın. İnformasiyanın əsas ölçü vahidi baytdır. İndi bizə düşsə ki, informasiyanın ən kiçik ölçü vahidi nədir? İnformasiyanın da ən kiçik ölçü vahidi yadınızda saxlayın, bitdir. Baxın, əsas ölçü vahidi nə oldu? Bayt oldu. Ən kiçik ölçü vahidi nə oldu? Bit oldu. Bunları əzbər olaraq yadınızda saxlamalısınız. Yenə sizə orta məktəbdə öyrədiblər və yaxud da yadınızda qalıb yoldaşlar. Bax, kiloqramla qram arasında müəyyən biz keçidləri öyrəndik, düzdürmü? Neynəyirdik? Deyirdik ki, 1 kiloqramımız nəyə bərabərdir yoldaşlar? 1 kiloqramımız deyirdik 1000 qramdır, düzdür? Bu nə olur? Kiloqramla qram arasında keçid. İndi yoldaşlar, informasiyanın ölçü vahidləri arasında da keçid var. Biz əsası öyrəndik baytdır. Ən kiçiyini də öyrəndik bitdir. İndi gəlin görək, bir baytımız neçə bitdi və bunlar arasında hansı keçidimiz var? Bunu öyrənməyə çalışaq. İndi buradan sizin üçün yazacağım sağ tərəfdən, siz də diqqətli dinləyərsiniz. Yadınızda saxlayın, bir baytımız nəyə bərabərdir? Bir baytımız 8 bitə bərabərdir. Deməli, yoldaşlar, bir baytımız nəyə bərabərdir? Bir baytımız 8 bitə bərabərdir. Baxın, burada sol tərəfdə də yazmışam. Sizin üçün bir baytımız nəyə bərabərdir? 8 bitə bərabərdir. Bunu nə edəcəksiniz? Əzbər öyrənəcəksiniz. Ondan başqa yoldaşlar, məsələn, biz baytla biti tanıdıq. Dedik, bir baytımız 8 bitdir, bunu bildik. Məsələn, kiloqramdan böyük ölçü vahidi nə tanıdıq? Tondur, sentinerdir, düzdürmü? Yoldaşlar, baytdan sonra da bizim böyük ölçü vahidlərimiz var. Baytdan sonra gəlir kilobayt, kilobaytdan sonra gələcək megabayt, sonra gələcək gigabayt, sonra gələcək tetra, peta, eta, zeta. Yəni, bunlar bizim oldu ölçü vahidlərimizdir. Bu ölçü vahidlərinin də hər birinin arasında müəyyən bir keçidlər var. İndi bunların hər birini öyrənəcəyik. Sadəcə bir anlıq buna göz yaddaşınızla baxın. İndi keçəcəm sizinlə digər səhifəyə. Bunlar arasındakı keçidləri və test suallarını öyrənməyə çalışacağıq. Deməli, ən kiçik ölçü vahidiniz nə oldu yoldaşlar? Bit oldu. Bitdən sonra gələn ölçü vahidiniz bayt oldu. Baytdan sonra kilobayt, megabayt, gigabayt, tetrabayt, petabayt. Siz petaya qədər yadınızda saxlasanız bəsdir. Bunun davamı yoldaşlar biz informatika müəllimlərinə aid olan bilgilərdir. Amma sizə ən çox petaya qədər müəyyən bir bilgi lazımdır. İndi mənə deyin görüm hər biriniz bura qədər hamısını başa düşdünüzmü? Keçid edirəm ikinci hissənizi. Bura qədər hamı başa düşdü yoldaşlar? Əgər başa düşdüsə, hansısa bir sualınız yoxdursa da, gəlin davam edək. Deməli, biz ölçü vahidlərində bilməmiz gərəkən əvvəlcə nələrdir? Ümumi olaraq ölçü vahidləri bölməsində test suallarını həll eləmək üçün yenə riyaziyyat köməyinizə gələcək. Orta məktəbdən müəyyən bir bilgiləriniz var yoldaşlar. Yadınızda saxlayın, qüvvət üsləri ilə bağlı. Qüvvət üslərində 2 üstü 0 nəyə bərabərdir? 1-ə bərabərdir. Yəni, istənilən rəqəmin üstü 0 vahidə bərabərdir deməkdir. Bunu həmişə yadınızda saxlayın. Sonra biz öyrənmişik yoldaşlar. Məsələn, 2 üstü 2 dəqiqə yoldaş. Kimsə qoşula bilməyib. Kim qoşula bilməyib, bilmirəm yoldaşlar. Bax, baxıram ki, içərinizdə elə yoldaşlar var, 12 qrupda varsınız. Bu 12 qrupda, 20 qrupda, vallah bu qədər qrupda neynirsiniz onu da bilmirəm. Sadəcə hər kəs öz ixtisasına uyğun qrupda ola bilər. Deməli, 2 üstü 0 nəyə bərabərdir yoldaşlar? 2 üstü 0 əlbəttə ki, 1-ə bərabərdir. Ondan sonra ikinci bilməmiz gərəkən 2 üstü 1-dir. Büstənilən rəqəmin üzəri vahidə
bərabər olduğu zamanı özünə bərabərdir. Yəni 2 üstü 1 nəyə bərabərdir? 2-yə bərabərdir. 2 üstü 2 4-ə bərabərdir. Məsələn, 2 üstü 3 8-ə bərabərdir. 2 üstü 4 16-ya bərabərdir. 2 üstü 5 32-yə bərabərdir. Bunu yazma bir səbəbim var. Niyə yazdığımı da deyəcəm. Yoldaşlar, bir 10-a qədər yazacağım, davamını dayandıracağım. 2 üstü 6 64-dür. 2 üstü 7 128-dir. 2 üstü 8 256-dır. 2 üstü 9 512-yə bərabərdir. 2 üstü 10 1024-ə bərabərdir. Burada dayandım. Amma sizlər yoldaşlar ümumi olaraq buradan yazacağam. 2 üstü 11-dir, 12-dir. 2 üstü 13-dür, 2 üstü 14-dür, 2 üstü 15-dir, 2 üstü 16-dır. Bura qədər bilməlisiniz. Yəni orta məktəbdən əgər qüvvətlərlə bağlı yaddaşınızda nələrsə qalıbsa, yox qalmayıbsa da yenidən belə deyim, bunları öyrənərək, əzbərləyərək də yadınızda saxlaya bilərsiniz. Çünki biz bu bölmədə qüvvət üslərlə işlədiyimiz üçün bunlar sizə lazım olacaq. Ona görə yazdım bunu. İndi yoldaşlar, bundan başqa biz qüvvət üslərinin orta məktəbdə vurulmasını və bölünməsini öyrənmişik. Bax yoldaşlar, 2 üstü 2 vuraq, tutaq ki 2 üstü 3. Bunu necə hesablayacağıq? Yadınızda saxlayın. Qüvvət üsləri vurulan zamanı əsas olduğu kimi qalır, üslər toplanılır. Neynirsiz? 2 ilə 3-ü toplayacaqsınız, deyəcəksiniz 2 üstü 5. Yəqin başa düşdük. Bir dənə də nümunə yazıram. Əgər 2 üstü 10 üzərinə gələk yoldaşlar, 2 üstü 5 belə bir yazılış varsa da deyəcəksiniz 2 üstü 10 üzərinə gələk 5, o da eləyəcək 2 üstü 15. Əgər yoldaşlar bu dəfə fərqli belə bir yazılış olarsa 2. Vurma nə idi üzürlü sayın? Toplama burdadır fikrim, gətirib orada yazmışam toplamanı. Əgər 2 üstü heç nə olmazsa da, yazılış belə yazılışda heç nə görməzsinizsə də, məsələn, burada 2 üstü 10 olarsa da, burada neyniyəcəksiniz? Yenə əsas olduğu kimi qalacaq. 2-nin üzərində heç nə yazılmayanda, bax görürsünüz, burada heç nə yazılmayıb. Heç nə yazılmayanda bilin ki, burada gizlin bir 1 var. O deməkdir ki, yazacaqsınız 2 üstü 1 üzərinə gələk 10. Bu da bərabərdir 2 üstü 11-ə. İndi mənə deyin görüm qüvvət üslərinin vurulması ilə bağlı buranı hamı başa düşdümü yoldaşlar? Əgər hamı başa düşdüsə, bölünməsini də öyrədim, sonra test suallarımıza keçid edək. Əgər səsiniz gəlmirsə, deməli başa düşmüsünüz. İndi bölünmədə necədir? Baxın yoldaşlar, bu necə oldu? Bu bizdə vurma ilə bağlı. Buradan sizin üçün yazacağam. Vurma. Bu bizdə vurmada olan bilgilərimizdir. İndi bölmədə necə olacaq yoldaşlar? Bax, məsələn, 2 üstü 10 bölünsün 2 üstü 5. Yadınızda saxlayın. Qüvvət üsləri də bölünən zamanı neyinirik? Qüvvət üsləri də bölünən zamanı əsas olduğu kimi qalır. Üstləri çıxacaq. Onda nə qalacaq? 2 üstü bizim üçün 5 qalacaq. Deməli, bölmədə neyniyəcəksiniz? Əsas olduğu kimi qalacaq. Qüvvət üsləri isə mütləq şəkildə çıxılacaq. Əgər belə bir sualla rast olarsınızsa da yoldaşlar, həm əsas eyni olarsa, həm qüvvət üstü eyni olarsa da, o zaman necə hesablayacaqsınız? Yenə də mən sizi riyaziyyatla bağlı bilgilərinizə qaytaracağam. Yoldaşlar, 4-ü 4-ə böləndə nə öyrənmisiniz? 4-ü 4-ə böləndə düşünürsünüz ki, bir düşür də, bunun başqa bir həll yolu var və yaxud da əlavə bir nəticə qiymət ala bilər? Xeyr. Yəni vahidə bərabərdir. Düşünün ki, eynidir. Baxın, 2 üst əsasda eynidir, qüvvət üstü də eynidir. Bu zaman nəyə bərabər olacaq? Vahidə bərabər olacaq. Bunu da yadınızda saxlayın. Bu bölmə ilə də bağlı bilgini də unutmayın. İndi buranı başa düşdüsə, artıq qüvvət üstləri nədir? Vurulması necədir? Bölünməsi necədir? Bunu bildinizsə də, buradan sadə bir bilgi də öyrədim. Sonra keçid edək suallara. İndi yoldaşlar biz nə öyrəndik? Biz öyrəndik ki, 1 baytımız nəyə bərabərdir? Biz öyrəndik ki, 1 baytımız 8 bitə bərabərdir. Bax, bunu əzbər bilməlisiniz. Deməli, yoldaşlar, 1 baytımız nəyə bərabərdir? 8 bitə bərabərdir. İndi bunu əni də siləcəm, yəni qısaca belə yazılır. 8 bit. Deməli, 1 baytımız nəyə bərabərdir? 8 bit. Əgər 8 bit görməzsinizsə də, mən 8-i artıq öyrəndim qüvvət üslərinin yazılışında. 8 nəyə bərabərdir yoldaşlar? 2 üstü 3-ə bərabərdir, düzdür? Mən 8-in yerinə 2 üstü 3 bit yaza bilərəmmi? Yaza bilərəm, düzdür? Deməli, artıq siz misal həllərində 1 baytın yerinə bizdə 2 üstü 3 bit götürəndə, bu sizi çaşdırmasın ki, bu 2 üstü 3 bit nədir? Və yaxud da bunu necə tapdıq? Əgər yenə də bu 2 üstü 3-ün
mahiyyətini hələ başa düşməyən aramızda orta təhsilli yoldaşlarımız varsa da, bu 2/3 nə demək yoldaşlar? 2/3 o deməkdir ki, 3 dənə 2-ni bir-birinə vurmaq deməkdir. Bu da 8 idi. Məsələn, 2/4 də yadınızda saxlayın. Məsələn, 4 dənə 2-ni bir-birinə vurmaqdır. Bu da eləyəcək 16. Yəqin ki, bunu da başa düşdünüz. Yəni bunun qüvvət olaraq açılışı budur. İndi yoldaşlar, əgər bir baytımız 8 bitdirsə də, dedik ki, bu da 2/3 bitdir. Bundan başqa yoldaşlar, baxın, burada var bizim üçün 1024. Əgər mən nə vaxtsa da hansısa bir misalın yerinə 1024-ün yerinə 2/10 yazsam, bu sizi çaşdırmasın. Deməli, 1024 və 2/10 bunlar eynidir. Nə oldu? Bunlar eynidir yoldaşlar. Necə 8 ilə 2/3 eyni anlamı olduğu üçün 1024 ilə 2/10 da eynidir. 2/10 nədir? Yəni 10 dən 2-ni bir-birinə vuranda 1024 edir. Yəni eyni şeydir. 1024 yazsam da, 2/10 yazsam da. Niyə 2/10-a bunu sizə keçid elətdirirəm? Ona görə ki, ölçü vahdlərində daha çox belə açıq rəqəmlərdən az istifadə olunur yoldaşlar. Daha çox qüvvət üslərindən işlədiyimizə görə işləyəcəyik deyin. Qüvvət üsləri göz yaddaşınızda mütləq şəkildə qalsın. Ona görə 2/10 1024 deməkdir. Yəqin ki, bura qədər də başa düşmüş olduq. İndi keçid edək ölçü vahdləri arasında artıq keçidlərə. Deməli, birinci qayda. Buradan bir dənə də ulduz qoyuram sizin üçün. Bu birinci qayda bilməmiz gərəkən. Deməli, biz ən kiçik ölçü vahidini öyrəndik yoldaşlar. Bit öyrəndik. Bitdən sonra nə öyrəndik? Bayt öyrəndik. Baytdan sonra nə öyrəndik? Kilobayt. Kilobaytdan sonra ay sağ olun, megabayt öyrəndik. Megabaytdan sonra da bizim üçün gigabayt öyrəndik. Gigabaytdan sonra da bir tetrabayt öyrəndik. Bu qədəri bəsdir yoldaşlar. İndi gəlin görək, burada nələr öyrənəcəyik. Dedik ki, ən kiçik ölçü vahidimiz bit idi. Yoldaşlar, öyrəndik ki, bir baytımız, bax dönə-dönə də ona görə hər dəfə deyirəm ki, mən dedikcə də sizin yadınızda qalsın deyirəm bunu. Bir baytımız 8 bitdir. Yəni baytla bit arasında keçid necə oldu? 8. Onda yoldaşlar, belə başa düşdüm ki, baytdan bitə gələndə mən 8-ə vuracam. İndi onda davam edək. Bax yoldaşlar, 2 bayt bərabərdir sual bit. Necə tapacaqsınız? Desək ki, 2 baytımız neçə bitdir? Necə tapacaqsınız? Deyəcəksiniz ki, ay müəllimə, yazacam ki, qabağına yazacam. 2 vuraq 8-ə, o da bərabərdir 16 bit. Əgər yoldaşlar, məsələn, yenə də yazacam. Əgər desək ki, 3 baytımız neçə bitdir? Nə edəcəksiniz? Yenə də eyni qayda ilə 3-ü vuracaqsınız 8-ə. Bu da eləyəcək bizim üçün 24 bit. Deməli, baytdan bitə bu şəkildə keçdik. İndi yenə də buradan sizin üçün bir qayda yazacağım qısaca. Bunu da yadınızda saxlayarsınız. Ümumi olaraq yoldaşlar, baytdan bitə keçid zamanı 2/3-ə və yaxud da 8-də bir də rəqəm yazmıram yoldaşlar. 2/3-də 8 deməkdir, artıq öyrəndik. Vuracaqsınız. Burada vurma yerinə yetirirsiniz. Əgər tərsi olarsa da bitdən bayta keçid edərsinizsə də, bax bu keçid edərsinizsə də, burada 2/3-ə bölmə. Deməli, onda nə öyrəndiniz? Baxın, bunu da yadınızda saxlayırsınız. Burada hansı qaydanı öyrəndik? Baytdan bitə keçəndə yoldaşlar 2/3-ə vuracağıq. Bitdən də bayta keçəndə 2/3-ə böləcəyik. İndi mənə deyin görüm, hamı bura qədər başa düşdü yoldaşlar? Ay sağ olun. Əgər bura qədər başa düşdüksə davam edək. İndi yoldaşlar, əgər mən tərsini yazaramsa, baxın, bayaqlar bunlardan baytdan bitə keçməyi yazdıq. Bunu öyrəndik. İndi gəlin, bu dəfə tərsini yazaq. Əgər yazsam ki, yoldaşlar, 80 bit sual bayt. Bunu tapacağıq. İndi hər birimiz bunu tapaq. Və yaxud da olsun yoldaşlar, 40 bit bərabərdir sual bayt. Bunu tapacağıq. İndi mən biraz ekranımı kiçildəcəm sizin üçün. Artıq mesaj bölməsini açacağam. Çünki mənimlə bərabər bunu yoldaşlar siz də tapmağa çalışacaqsınız. Arxada mesaj bölməsində dərsin kaydını edirəm. Yəqin ki, ataram yoldaşlar qrupa. Amma yenə də dəqiq qərar yoxdur. Belə deyim. Yalan deməyim. Yəqin çalışıb ataram. Amma kaydını edirəm. Kayd var.
Deməli yoldaşlar, əgər siz də yazırsınız, tamam, gəlin bərabər yazmağa çalışaq. Biz öyrəndik ki, yoldaşlar, deməli bitdən bayta keçəndə nə edəcəyik? Baxın, yazdım burada nə yazdım? Bitdən bayta keçəndə böləcəksiniz. Bölmə qaydası. Nəyə böləcəksiniz? 2 üstü 3-ə və yaxud da nəyə böləcəksiniz? 8-ə. Onda gəlin davam edək. Yazacaqsınız ki, 80 bölünsün 8-ə. O da bərabərdir. Nə düşəcək? 10 bayt. Həqiqətən də baxın 10 baytı 10-u 8-ə vuranda neçə eləyəcək? 80 bit. Görürsüz, doğru tapmışıq. Burada nə edəcəksiniz? Yenə də eyni qayda ilədir. 40-ı böləcəksiniz 8-ə. Bu da eləyəcək 5 bayt. Biz artıq yoldaşlar burada nəyi öyrəndik? Bitdən bayta keçidi, baytdan bitə keçidi. Hələlik ölçü vahidləri arasında bu kiçiklərdədir. Amma yerində qalanlarına isə indi keçid edəcəm. Bura qədər hansısa bir problem var yoldaşlar? Bax, kim nəyə başa düşməyəndə deyil. Bir-bir yazmağa çalışacağam. Bura qədər heç bir probleminiz yoxdursa da, onda gəlin davam edək ikinci hissəyə. Yəni bitlə, baytla tamamlandıqsa, indi keçək ikinci hissəyə. Yenə də biraz zamanımız gedəcək, amma sevərək yanaşırıq, çünki yenə də yazmaq məcburunda olacam. Deməli, nə öyrəndik? Bit öyrəndik. Bitdən sonra baytı tanıdıq. Baytdan sonra yoldaşlar biz kilobaytı tanıdıq. Kilobaytdan sonra artıq megabayt. Megabaytdan sonra yoldaşlar öyrəndik gigabayt, gigadan da sonra tetrabayt. Bunları öyrənmiş olduq. Bitlə bayt arasında artıq bilgiləri bildik, bunu yazmayacağam. İndi keçid edəcək biz yoldaşlar baytla kilobaytlar arasına. Gəlin görək burada hansı qaydalar var. Yadınızda saxlayacaqsınız. Burada 2 dənə qayda var. Neçə qayda var? 2 dənə qayda var. Kiçikdən böyüyə gediş var, bir də böyükdən kiçiyə gediş var. Onda birinci qayda nə olsun? Gəlin buradan yazaq. Ki yazacağım yoldaşlar. Ki, ox, b. Yəni kiçikdən böyüyə deməkdir. Ki bu o deməkdir ki, bir də sözü yazmayın, vaxtımız getməsin. Kiçikdən böyüyə keçid zamanı bölmə qaydası. Bölmə qaydası. Deməli, nə edəcəksiniz? Kiçikdən böyüyə gedəndə bölmə qaydası. Bölmə qaydasında nəyə böləcəksiniz yoldaşlar? Əlbəttə ki, 1024-ə böləcəksiniz. İkinci qayda. Əgər böyükdən kiçiyə keçid edərsinizsə də bu zaman yoldaşlar vurma qaydası. Nə qaydası? Vurma qaydası. Vurma qaydasında nə edəcəksiniz? Vurma qaydasında da 1024-ə vuracaqsınız. Baxın, bu iki qaydanı əzbər bildikdən sonra bu bölmədəki bütün testləri həll edə biləcəksiniz. Bir daha bunu göz yaddaşınızda da saxlayarsınız. Deməli, ölçü vahidlərində kiçikdən böyüyə var, böyükdən kiçiyə keçid var. Kiçikdən böyüyə gedəndə bölmə qaydası, böyükdən kiçiyə keçəndə vurma qaydası. İndi gəlin görək, bu vurma qaydası, bölmə qaydası nədir yoldaşlar? Buna baxmağa çalışaq. Deməli, yoldaşlar, biz bit və bayt arasında keçidi bildik. İndi əgər biz kiçikdən böyüyə keçidə baxırıqsa, bax bunu mavi etdim. Birinciyə indi baxacağıq. Kiçik hansıdır? Baytdır. Baytdan sonra nə gəlir? Kilobayt. Deməli, kilobayt baytdan böyükdür. Onda bayt kiçikdir. Əgər mən yoldaşlar baytdan kilobayta keçid edərəmsə, burada nə edəcəm? Nə edəcəm yoldaşlar? Bölmə qaydası. Murat, Yox ana, kiçikdən böyüyə gedirik. Və burada qayda yazmışam axı. Kiçikdən böyüyə baxın gedəndə bölmə qaydası. Onda nə edəcəksiniz? 1024-ə böləcəksiniz. Kilobaytdan bayta keçəndə nə edəcəksiniz yoldaşlar? Yenə də 1024-ə böləcəksiniz. Megadan gigaya gedəndə nə edəcəksiniz? Yenə də 1024-ə böləcəksiniz. Buradan keçəndə nə edəcəksiniz? Yenə də 1024-ə böləcəksiniz. Yoldaşlar, hamısında 1024-ə bölmək, 1024-ə vurmaq var. Başqa bir rəqəm yoxdur. Deməli, nə edəcəksiniz? Ölçü vahidlərində kiçikdən böyüyə keçid zamanı 1024-ə böləcəksiniz. Əgər 1024 görməzsinizsə də, məsələn, fərqli bir hansısa bir çevrilmədə 1024-ün yerinə yenə də yadınızda saxlayın, indi karışıq ilə qoyacağam. Yəni 2 üstü 10-a bölmək, 2 üstü 10-a vurmaq. Bax, artıq biz qüvvət üslərini də yadınızda saxlamalısınız. Yəni 1024 yox, əgər 2 üstü 10-a mən bölsəm, artıq deməyin ki, bu 2 üstü 10 nə demək idi? Deməli, nə edəcəksiniz? Baytdan kilobayta keçəndə 2 üstü 10-a böləcəksiniz. Hər birində keçid zamanı 2 üstü 10-a böləcəksiniz.
Hər birində keçid zamanı ha. Məsələn, bayıtdan tutub meqaya birdən-birə keçid zamanı 1024 olmaz. Hər birinin ara keçidlərində 1024 mütləq şəkildə var. Buranı da başa düşdünüzsə, indi mən yoldaşlar hal-hazırda gəlin birincini üzərində sual nümunələri yazacağam. Siz də tapmağa çalışacaqsınız. Görək kim başa düşdü, kim düzgün yazacaq. Yoldaşlar yazacağam ki 2048 məsələn bayt, sual kilobayt. Hər biriniz tapa bilərsiniz artıq rahatlıqla. Ekranda da var, qaydanı da yazmışam, keçid də var. İndi tapmağa çalışın. Sonra yazacağım yoldaşlar. İndi bunlar artıq sizə əmanət edirəm. Kilobayt bərabərdir sual megabayt. Ondan sonra 2 üstü 20 bayt. Yenə də megabayt. 2 üstü 25 kilobayt. Sual gigabayt. Hər birini tapmağa çalışaq. Hamı tapdısa, gəlin yazmağa çalışaq. İndi görək kim düzgün tapıb və yaxud da kimlər yaza bilib. Yoldaşlar, birinci sualda, məsələn, qoyun bunları nömrələyim. Birinci sual, ikinci sual, üçüncü sual, bu da olsun bizim dördüncü sual. Rəngli yazıram ki, gözünüzdə daha yaxşı, maraqlı görsənsin deyə. Arkadaşlar birinci sualda artıq biz bildik ki baytdan kilobayta keçəndə neyniyəcəksiniz? Kiçikdən böyüyə keçiddir, böləcəksiniz. Nəyə böləcəksiniz yoldaşlar? Ya 2 üstü 10-a ya da 1024'e. Onda yazacağım ki 2048 bölünsün 1024'e. O da bərabərdir 2 kilobayt. Birinci, əgər 2-ni kimlər tapıbsa doğru tapmışsınız. Yəni ikinci suala keçək. İkinci sualda yoldaşlar bizə deyir ki 2 üstü 15 kilobayt. 2 üstü 15 kilobaytdan mən hara keçirəm? Baxın kilobaytdan megabayta. Baxın kilodan megaya gedəcəm. Kilodan megaya gedəcəmsə kiçikdən böyüyə gedirəm deməkdir. Kiçikdən böyüyə gedəndə də dedim nə edəcəksiniz? Əlbəttə ki böləcəksiniz. Onda nəyə böləcəksiniz? Qüvvət üstündən verildiyinə görə artıq 2 üstü 10-a böləcəyik. Bəli. Biz öyrəndik ki, qüvvət üslərini əvvəlcə sizə başa saldım ki, qüvvət üsləri bölünəndə nə edirsiniz? Əsas olduğu kimi qalır. Qüvvət üsləri bir-birindən çıxılacaq. Bu da eləyəcək bizim üçün 2 üstü 5. 2 üstü 5 nə yoldaşlar? Megabayt. Həmişə aldığınız cavaba diqqət edin. Bəzən 2 üstü 5 megabayt baxırsınız ki, əvəzində 2 üstü 5 gigabayt yazıb, kilobayt yazıb, ona görə cavablar həmişə qarışıq olur. Diqqətli aldığınız ölçü vahidini də yanına yazmağı həmişə unutmayın. Əl vərdişiniz davamlı qalsın. Sonra deyir ki 2 üstü 20 baytdan megaya gələcək. Yoldaşlar 2 üstü 20-ni də hardan hara gəlir? İndi burada bir fərq var. Bir anlıq məni dinləyin. Baxın, burada baytdan megaya gəlib. Görürsünüzmü? Arada nə qaldı? Bax yoldaşlar, arada kilo qalıb. Deməli onda mən elə gediş edə bilmərəm. Onda nə edəcəyik yoldaşlar? Əgər mən baytdan megabayta gəlmək istəyirəmsə, əvvəlcə kilobayta gələcəm. Kilobaytdan sonra megabayta gələcəm. Deməli, nə edəcəm? Əvvəlcə mütləq şəkildə birinci kilobayta gəlməliyəm. Kilobaytdan sonra megabayta gələcəm. Yoldaşlar, baytdan kilobayta gələndə burada nə edəcəm? Əlbəttə ki, böləcəm 2 üstü 10-a. Düzdür? Gəldim kiloya.
Kilodan da meqaya gələndə neyləyəcəm? Burada da yenə də böləcəm 2/10-a. Onda mən neçə dənə 2/10-a böləcəm? 2 dənə 1024-ə və yaxud da 2 dənə 2/10-a. Onda gəlin yazaq yoldaşlar. Bölünsün 2/10, bölünsün 2/10. Artıq bunu mən açıq yazıram, siz başa düşəsiz deyə ilk dəfə öyrənirsiniz. Artıq bu da bilirsiniz ki, 10 ilə də onu toplayanda 20 eləyir. 20-ni də 20-yə böləndə 1 düşəcək. Yoldaşlar, yəni 2/20-ni 2/10-a böləndə artıq ümumi olaraq bunun yazılışı belədir. 2/20 çıxaq 10, çıxaq 10. Bu da nəyə bərabər olacaq? Əlbəttə ki, elə 2 burada bizim üçün özü qalacaq. Yəni üstlər artıq yox olandan sonra 2/0 qalacaq. 2/0 da nəyə bərabərdir öyrəndik? Vahidə bərabərdir. Ona görə burada doğru cavabımız nə olacaq? 1 meqabayt. 1 meqabayt alan yoldaşlarımız düzgün almısınız. İndi keçirəm 4-cü suala yoldaşlar. 4-cü sualda eyni qayda ilədir. 2/25 verib bizə. Əgər 2/25 veribsə də, indi mən hardan hara keçəcəm? İndi bunu silirəm yoldaşlar. Baxın, bu bayaqlar tapdığımızı silirəm. Gəlin görək, indiki keçidimiz haradır? Bircə saniyə yoldaşlar, bunu silim. Deməli, bu dəfəki keçidimiz yoldaşlar, baxın, kilodan giqaya gələcək. Əgər kilobaytdan giqabayta gəlmək istəyiriksə, əvvəlcə meqabayta gələcəyik. Meqabaytdan da biz giqabayta gələcəyik. Baxın, 2 keçidimiz oldu. Hər birində də neyləyəcəyik? 2/10-a və yaxud da 1024-ə böləcəyik. Onda gəlin bölək. Artıq burada bir dənə yenə də 2/10-umuz var. Burada da yenə bir dənə 2/10-umuz var. Bölünsün 2/10, bölünsün 2/10. 2 dənə 2/10-umuz var. Bu da bilirsiniz ki, 25-dən bunları çıxacaqsınız. Onda 2/25 çıxaq 10, çıxaq 10. Bu da 10-dur, o da bərabərdir. 2 nə qalacaq bizim üçün? Əlbəttə ki, 5 qalacaq. Yəni 20 bu, 5 də çıxanda burada qalacaq 25. 5. Yoldaşlar, 2/5 nəyə bərabərdir? Yəni 5-dən 2-ni bir-birinə vurmaqdır. Deməli, biz nə aldıq? 2/5 gigabayt. Aldıq gigabayt. Əgər cavabda 2/5 gigabayt olmazsa da bizim üçün 32 bayt, gigabayt olarsa da bu da bizim üçün doğru cavabdır. Ya 32 gigabayt və yaxud da ya bircə saniyə 2/5 gigabayt. İndi mənə deyin görün bura qədər hamı başa düşdümü? Bax yoldaşlar, hamı başa düşdü? Bax kimin nə çətinliyi var, kim nəyə başa düşmədi? Əgər başa düşmüsünüzsə də nə gözəl. Davam edirəm yoldaşlar. İndi bu dəfə birinci qayda nə öyrəndik? Kiçikdən böyüyə keçidi. İndi gəlin bu dəfə tərsini öyrənəcəyik. Böyükdən kiçiyə keçid zamanı neyləyəcəyik? Yenə yazacağam yoldaşlar, ölçü vahidlərini yazmaq məcburundayıq artıq hər dəfə. Deməli nə oldu? Bit oldu. Bitdən sonra öyrəndiyimiz bayt oldu. Kilobayt oldu. Sonra bildiyimiz megabayt oldu. Meqadan da sonra bizim bildiyimiz gigabayt oldu. Gigabayt oldu. İndi biz ikinci qaydada nə dedik yoldaşlar? İkinci qaydada dedik ki, böyükdən kiçiyə keçən zamanı neyləyəcəyik? Böyükdən kiçiyə keçəndə hansı qaydanı yerinə yetirəcəyik? Əlbəttə ki, vurma Vururum. qaydası. Bəli, vurma qaydası. Vurma qaydası nəyə vuracaqdıq? Əlbəttə ki, 1024-ə vurmaqdır və yaxud da nəyə vurmaqdır? 2/10-a vurmaqdır. Bunu da unutmayın. İndi gəlin buna aid nümunə yazmağa çalışaq yoldaşlar. Bax, buradan yazacağım sizin üçün 1 kilobayt bərabərdir sual bayt. İndi tapacaqsınız. Ondan sonra yazacağım 1 megabayt sual bayt. 8 məsələn gigabayt sual kilobayt. 4 kilobayt sual bit. İndi gəlin hər birini tapaq. Görək kimlər tapa bildi? Aha, Gültəkin tapmısan. Afərin gözəlim.
İndi deməli burada qaydamız nə oldu yoldaşlar? Öyrəndik ki, böyükdən kiçiyə keçəndə vurma qaydası. Əgər vurma qaydasıdırsa da nə edəcəm yoldaşlar? 1-i vuracam 1024-ə. Eləyəcək elə birincidə mənim üçün cavab 1024 bayt. İndi buradan bir şey yazacağım. Nə öyrəndiniz yoldaşlar? Öyrəndiniz ki, baxın, 1 kilobayt nəyə bərabərdir? 1 kilobayt. Deməli yoldaşlar 1024 bayta bərabər imiş. Baxın, görürsüz? Qaydanı tapdıq. Ondan başqa bir saniyə. 1 megabayt soruşur. İndi bundan ox olaraq da çəkəcəm, göz yaddaşınızda qalsın deyin. Baxın yoldaşlar, biz gigabaytdan megabayta gələndə artıq burada 1024-ə vuracaqsınız. Megadan kiloya gələndə böyükdən kiçiyə getdiyimiz üçün 1024-ə vuracaqsınız. Megadan da bayta gələndə burada 1024-ə vuracaqsınız. Artıq burada dayanıram. Bitlə də bayta keçəndə burada da artıq öyrənmişdik ki, 8-ə vuracağıq. İndi gəlin davam edək. 1 megabaytın neçə bayt olduğunu. Mən hardan hara gedəcəm? Bax yoldaşlar. Megabaytdan bayta gedəcəm. İndi bunun qələmi dəyişəcəm. Burada sizin üçün yuxarıdan işarə qoyacağam. Baxın, megabaytdan mən bayta getmək üçün megadan əvvəlcə mən kilobayta gəlməliyəm. Kilobaytdan sonra mən bayta keçə bilərəm. Düzdür yoldaşlar? Birdən-birə megadan bayta gəlmək olmaz. Əvvəlcə kiloya gəlməliyik, kilodan da bayta keçid etməliyik. Onda neçə dənə 1024-ə vuracağıq? 2 dənə 1024 vuracaq. Çünki 2 keçid edəndə 2 dənə 1024 olacaq. 3 keçid eləyəndə, yəni 3 dənə ölçü vahidləri arasında keçid eləyəndə 3 dənə 1024-ə vuracaqsınız. Onda gəlin yazaq. 1 vurulsun. Daha 1024 yazmıram, qısaca yazacağam. 2 üstü 10 vuraq. 2 üstü 10-a. Qüvvət üslərdə biz bilirik ki, əsas olduğu kimi qalır. Üslər toplanacaq. Eləyəcək 2 üstü 20 nə? 2 üstü 20 bayt. Deməli, biz nə tapdıq burada yoldaşlar? Biz öyrəndik ki, bir saniyə. Biz öyrəndik ki, silin. Deməli, biz öyrəndik ki, yoldaşlar, 1 baytımız nəyə bərabərdir? 1 megabaytımız 2 üstü 20 bayta bərabərdir. İndi digərinə gəlin keçid eləyək. Deyir 8 gigabayt neçə kilobaytdır? Biz hardan gələcəyik? Baxın, gigabaytdan kilobayta gələcəyik. Kilobayta gəlmək üçün, burada bu hərfi qalıb, bir dəqiqə silinib. Kilobayta gəlmək üçün, gigadan kiloya gəlmək üçün neçə dənə 1024 keçid eləyəcək? Artıq 2 dənə. Gigadan megaya gələcək, megadan da kiloya gələcək. Onda 8 vurulsun, 2 üstü 10 vurulsun, 2 üstü 10. 8 nəyə bərabərdir yoldaşlar? Biz öyrəndik ki, 8, yenə buradan yazıram, 8 3-dən 2-ni bir-birinə vurmaq deməkdir, 2 üstü 3 deməkdir. Bu da eləyəcək 2 üstü 3 vurulsun, 2 üstü 10-la da onu toplayanda 2 üstü 20 eləyəcək. Bu da bəli, 2 üstü 23. 23 tapanlar düzgün tapmısınız. 2 üstü 23 nə? Kilobayt olacaq. İndi yoldaşlar, 4-cü sualda da kilobaytdan bitə gəlib. Baxın, bu da maraqlıdır. Hardan hara? Kilodan bitə gəlib. Gəlsin, problem deyil yoldaşlar. Əvvəlcə nə edəcəksiniz? Kilodan bayta gələcəksiniz, sonra da baytdan da bitə. Onda gəlin yazaq. 4 vurulsun. Kilodan bayta gələndə vuracaqsınız 2 üstü 10-a. Baytdan da bitə gələndə 2 üstü 3-ə vuracaqsınız. O da bərabərdir. 4 nəyə bərabərdir? 4 2 üstü 2 deməkdir. Necə 8 2 üstü 3 olduğu kimi yoldaşlar 4 də 2 üstü 2 deməkdir. 2 üstü 2 vuraq. Artıq burada qüvvət üsləri də 10 ilə 3-ü toplananda eləyəcək 13. Burada da 2 üstü 13 eləyəcək. Bunlar da bir-birinə vuranda toplanacaq. 2 üstü, bəli, 15 eləyəcək. Yəqin ki, hər birimiz başa düşdü. 2 üstü 15 bit. İndi deyin görüm mənə hər biriniz ölçü vahidləri arasında bitdən bayta, baytdan bitə, ondan sonra baytdan kiloya, yəni kiçikdən böyüyə, böyükdən kiçiyə yəqin ki, hər biriniz başa düşdünüz. Amma yenə dediyim kimi, kim harda nəyə başa düşməsə, kim harda nəyi başa düşməsə, yoldaşlar, buyurub hər zaman deyə bilərsiniz. Buranı da başa düşdünüzsə, bundan başqa yoldaşlar, bu kilo bit var, ona istəmərəm bugün keçim. Çünki bugün keçsəm, beyniniz qarışacaq, həm də yorularsınız. Sadəcə Zəhmət olmasa. bəzi qısa qeydlər qaldı, onları da keçim.
Onu da istərsinizsə də bir dərs əlavə dərs salarıq. Məsələn, həm kilo bitləri başa salaram. O da asandır, maraqlıdır. Kilo bitləri başa salaram, həm də test işləyərik. Əlavə bir gün təyin edə bilərik. İndi yoldaşlar, sizə yeni, fərqli bir şey öyrədəcəm. Nə? Bax, orta məktəbdən öyrənmisiniz ki, 2 kiloqram üzərinə gələk 3 qram. Bax, bu nəyə bərabərdir? Bu nəyə bərabərdir yoldaşlar? Bunu necə tapırdınız? 2003. Necə tapırdınız? 2003. Necə tapırdınız? 2'ni vururduk 1000'e işte geldi. Ay sağ ol. Niyə bunun cavabını məsələn 5 kiloqram qram yazmırdıq? Niyə? Deməli burada bir qayda var ki, biz öyrənmişik ki, ölçü vahidləri müxtəlif olarsa da biz onları toplayıb çıxa bilmərik. Onda nə edəcəyik? Əvvəlcə kiloqramı qrama çevirmək lazımdır. Yəni ölçü Hı vahidlərini hı. eyniləşdirmək lazımdır. Eyniləşdirdikdən sonra toplayıb çıxa bilərik. Onda nə deməkdir? Biz öyrənmişik ki, 1 kiloqramımız yoldaşlar nəyə bərabərdir? 1000 qrama, düzdür? 2-ni vuracaqsınız 1000-ə. Üzərinə də gələcəksiniz 3. Bu da eləyəcək bizim üçün 2003, düzdür? 2003 nə? Qram. Tamam. Baxın, burada sizə bir qeydli işarə qoyacağam. Nəyi nəyə çevirdiniz? Baxın, birincini ikinciyə çevirdiniz, düzdür? Niyə? Çünki kiloqramı qrama çevirmək asan olduğu üçün mən birincini ikinciyə çevirdim. Məsələn, sual verərlər ki, ay müəllimə, niyə qramı kiloqrama çevirmədin? Axı bu sualda yoldaşlar, qramı kiloqrama çevirmək artıq mənə tamlarla gələcək. Mən də tamlarla bu mənim həm vaxtımı aparacaq, həm də elə bir cavab olmayacaq. Ona görə də həmişə bizim informasiyanın ölçü vahidlərində də yadınızda saxlayın. Birincini ikinciyə çevirin. Yəni indi mən bunu riyaziyyat üzərindən başa salıram ki, bizim suala da keçid eləyəndə bunu daha yaxşı başa düşəsiniz. Deməli, nə öyrəndiniz? Ölçü vahidləri müxtəlif olanda toplamaq, çıxmaq olmaz. Nə edəcəksiniz? Ölçü vahidlərini eyniləşdirəcəksiniz, sonra toplayıb sonra çıxacaqsınız. İndi buradan keçid edirəm sizin üçün sual nümunəsinə. Gəlin baxaq. Yazacağım yoldaşlar 2 kilobayt. Üzərinə gələk 2 bayt. İndi tapın görün kim necə tapacaq? Hesablayın yoldaşlar hər biriniz. Buradan yenə də ölçü vahidini çevirməyə bağlı yazıram sizə ardıcıllığı. Deməli öyrənmisiniz bayt, kilobayt, megabayt, gigabayt. Hardan hara keçəcəksiniz? Baxın kilodan bayta gəlirsiniz. Böyükdən kiçiyə gələndə nə edəcəksiniz? Vuracaqsınız. Nəyə vuracaqdınız? 1024. İndi davamını özünüz həll edin. Kim tapdı yoldaşlar? Heç kim tapa bilmədi. Gəlin onda bərabər yazmağa çalışaq. Deməli, nə öyrəndiniz? Ölçü vahidlərində birincini ikinciyə çevirəcəksiniz. Kilonu bayta çevirəcəksiniz. Düzdür yoldaşlar? İndi gəlin çevirəndə görək nə alınacaq. 2-ni vuracaqsınız. Əlbəttə ki, aha, tapmısınız. 2-ni vuracaqsınız yoldaşlar 1024-ə. Üzərinə də gələcəksiniz 2-ni. 2-ni 1024-ə vuranda bizim üçün neçə eləyəcək? Əlbəttə ki, 2048. 2048-in də üzərinə 2 gələndə eləyəcək bizim üçün 2050 nə? 2050 bayt. İndi yoldaşlar, cavablarda nə verir? Bax, məsələn, A variantında yazır 2050 bayt. B variantında yazır 2050 kilobayt. C variantında yazır 2050 məsələn gigabayt. Həmişə yadınızda saxlayın, ölçü vahidini yanından yazmağı vərdiş edin. Yazmasız cavabda gedər, qarışıq, səhv olaraq da götürə bilərsiniz. Cavablar çox bir-birinə oxşar olur. Davam edək yoldaşlar digərinə. İndi buradan yazacağım. 4 megabayt çıxaq 9 kilobayt bərabərdir sual. İndi tapmağa çalışın bunu da. Kardeş.
Kimlər tapdı? Yoldaşlar, hamı başa düşür. Bax, kimdə nə çətinlik olsa deyərsiniz. İndi yoldaşlar, biz hardan hara keçirik? Bax, burada yuxarıda yazmışam. Sizin üçün ölçü vahidi arası keçirik. Yəni göz yaddaşınızda qalsın deyə. Meqadan kiloya gələcəksiniz. Meqadan da kiloya gələndə nə edirsiniz? Əlbəttə ki, 1024-ə vuracaqsınız. Onda gəlin hesablayaq yoldaşlar. Bir saniyə. Deməli 4 vurulsun. Eləyəcək bizim üçün 1024. Bu da çıxaq 9-a. Bu da eləyəcək 4-ü 1024-ə vuranda biz bilirik ki 4096 edəcək. 4096-dan da 9 çıxanda 4087 Sevinç Baxşova, Gültəkin. Düzgün almısınız qızlar, afərin. 4087 kilobayt. Bununla da tamamdır. Heç bir problemimiz yoxdur. İndi gəlin bir dənə də sizə fərqli birini yazım. Burada da bir qayda var. Görüm kimi yadında var və yaxud da kimi yadından çıxıb. Artıq ölçü vahidlərin toplanması, çıxılması deyəndə bu cür həll eləyəcəksiniz yoldaşlar. 2 kilobayt, məsələn 10 megabayt olmasın, eləcə bayt olsun. Üzərinə gələk, 32 bit bərabərdir. Gəlin bunu da tapaq. Bununla da dərs izahımız bitir, yekunlaşacaq. Biraz da testlərə baxaq. Sevinç xanım tapdı, tamam. Gəlin yazmağa çalışaq yoldaşlar. İndi buradan sizə mən bir yazılış öyrədəcəm. Orta məktəbdə sizə xatırlatma eləyəcəm yenə də. Bir misal var, tez-tez istifadə olunan. Bu nədir bilirsiniz yoldaşlar? Deyirlər, riyaziyyat elmlərinin şahıdır və yaxud da açarıdır. Bu həqiqətən də doğrudur. Yəni məntiqdə riyaziyyatı ümumi riyazi bazası olan, riyazi bacarığı olanlar, informatika, məntiq bunların hər birində sizə daha çox kömək olur. Deməli yoldaşlar, bax məsələn orta məktəbdən öyrənmisiniz, tutaq ki 2A. Bu yazılış nə deməkdir? Bax bu yazılış nə deməkdir? Bu o deməkdir ki 2 ilə hərf arasında, yəni baxın burada gizlin bir vurma işarəsi var, düzdür? Məsələn, tutaq ki AB yazılışı. Bunu necə öyrənmisiniz? Bu nə deməkdir? Yəni bu o deməkdir ki, A vuraq B. Əgər dəyişənlərin qiymətləri də varsa, məsələn A-nın qiyməti B-nin qiyməti də varsa, tutaq ki A-nın qiyməti 2-dirsə, B-nin qiyməti 3-dürsə, deyirik ki 6. Niyə? 2 vuraq 3 bərabərdir 6-ya. Bu biz riyaziyyatdan öyrəndiyimiz bilgidir. İnformatikada yoldaşlar, bax məsələn 2 kilobayt 10 bayt yazılışı varsa da bu nə deməkdir? Bax belə yanaşı bir yazılış nədir? Bunu yadınızdan çıxar birdən riyaziyyat kimi tutub belə deyək də 2 kilobaytımız 1024 eləyəcək, düzdür? 1024-dür. Bax məsələn 2 kilobaytımız neçə baytdır? 1024. Sağ ol, düzgün yazmısınız Gülnar. 2-ni 1024-ə vurub, məsələn 1024-ə vurub da yenidən birdən yadınızdan çıxar 10-a vurarsınız. Bu arada informatikada bu vurma kimi deyil ha, yanaşı yazılışlar. Burada gizlin bir toplama var. Deməli nə olacaq? Üstə gələk. Yəni bu ona görə bunu riyaziyyatla əlaqələndirdim ki, yoldaşlar yadınızdan çıxar birdən belə düşünərsiniz, düşünməyin. İndi davam edək onda biz misalımıza. Deməli yoldaşlar, burada nə yazılıb bizə? 2 kilobayt. Artıq 2 kilobaytın kilobaytdan da megabayta gələndə bilirik ki, 1024-ə vurmaq olacaq. Onda gəlin yazaq. 2 vurulsun 1024 üzərinə gələk 10 bayt. Neynədim? Birincini ikinciyə çevirdim. 10 bayt, da ölçü vahidini də yanına yazmıram. İndi buradan yenə aşağıdan yazacağam yoldaşlar. 32 biti neynəməliyəm? Biti bayta çevirməliyəm. Bitdən bayta keçəndə sizə nə dedim, nə öyrətdim? Dedik ki, 32-ni böləcəksiniz burada 8-ə. Düzdür? Bayta keçəndə. O da eləyəcək, çünki bir baytımız 8 bit olduğu üçün bitdən də bayta keçid eləyəndə burada bir 4-ümüz var.
4'ü vuracaqsınız 8-ə, yəni 32 elədiyi üçün. Onda burada 32-nin yerinə mən nə yazacağam yoldaşlar? 32-nin yerinə 4 bayt yazacağam. İndi daha hamısını da yazmamışam, burada da yazmayım. Rəqəmləri yazmışıq sadəcə. Deməli nə oldu? 2-ni vuracaqsınız 1024-ə, üzərinə gələcəksiniz 10, üzərinə gələcəksiniz 4. Bu qədər. Bunu da hesablayacaqsınız. Hamınız indi düzgün hesablamısınız. Bir daha onu yoxlamıram. Qısaca artıq 2-ni bilirsiniz. 1024-ə vuranda 2048 eləyəcək. Üzərinə 10 gələcək. Üzərinə də 4 gələndə baxım görüm düz yazmısınız. Aha, siz də düzgün yazmısınız. Bu da eləyəcək bizim üçün 2062. Başa düşdük yoldaşlar? Tamam, başa düşdü. Hamı başa Zəhmət düşdüsə, olmasa qrupa atarsınız da bunu bir də baxaram. deməli yoldaşlar, sizinlə bu gün biz nələr öyrəndik? Biz sizinlə yoldaşlar bu gün bir daha hər birində səliqəli yazmağa çalışdım. İnformasiyanın, bircə saniyə, ölçü vahidi ilə bağlı bilgiləri öyrəndik yoldaşlar. Ölçü vahidi nədir? İnformasiyanın əsas ölçü vahidi hansıdır? Ən kiçik ölçü vahidi hansıdır? Bitlə bayt arası keçidlər. Ondan sonra kiçikdən böyüyə gedəndə neynədir? Əlbəttə ki, bölmə qaydası. Böyükdən kiçiyə keçəndə neynədir? Əlbəttə ki, vurma qaydası. Sonda nə öyrəndik? Ölçü vahidlərinin toplanması və çıxılması. Biz öyrəndik ki, ölçü vahidləri müxtəlif olarsa onları toplayıb çıxa bilmərik. Ölçü vahidlərini eyniləşdirmək lazımdır, sonra toplayıb çıxmaq lazımdır. Bugünlük sizinlə dərsim, yəni dərsimizin izahı bu qədər. Biraz keçid eləyəcəm, yarısına qədər istəyərsinizsə də biraz da testlərə baxaq. Dərsimizin də izahını indi yəqin ki, qrupa ataram, indi inşallah. Bir daha da evdə testdə məsləhət edəcəm hardan işləyərsiniz. Məsələn, kainatdan skrin eləyib ataram və yaxud da kainatın elə PDF-ni qrupa ataram. Kainat testindən ölçü vahidləri bölməsini işləyərsiniz. Bizim orada qaldı yoldaşlar, ölçü vahidlərində bir anlıq dönüş edim, qayıdıram sizinlə. Ölçü vahidlərində bax məsələn, bit öyrəndik, düzdürmü? Bitdən kiçik ölçü vahidləri də var. Necə yoldaşlar? Biz orta məktəbdə öyrənmişik ki, qram. Qramdan kiçik nədir? Məsələn, deyirik ki, milliqram, düzdür? İndi bizdə yoldaşlar bitdən də kiçik ölçü vahidimiz var. Bit, kilobit, megabit, gigabit. Bunları da inşallah bir gün arada bir dərs vaxtı təyin edərik, onda öyrənərik. Çünki istəmirəm ki, bu gün hamısını birdən öyrənəsiz. Çətin olar da. 2 hissəyə ayırsaq, məncə daha yaxşı öyrənərsiniz. Yəni kiçik ölçü vahidləri arasındakı keçidi də gələn dərs öyrənərik. İndi mən sizə ekranda sual paylaşıram. Hər biriniz baxmağa çalışırsınız testdə. İnformasiyanın ölçü vahidi ilə bağlı. Birinci sualdan başlayırsınız. Hər biriniz cavabı yoldaşlar mesaj bölməsinə yazsınız, daha yaxşı olar. Çünki bir-birimizə mane olmayaq. Müəllimə, mən də mesajda mən tapa bilmirəm ha. Telefondadır deyənə. Əslində proqramın aşağı hissəsində də orada baxacaqsınız bir paket işarəsini oxşayır. Tapa bilməsəz də eybi yoxdur. Telefonda, Yəni mən deyəndə də yoxlayarsınız. Aha, telefonda tapmısınız. 3 nöqtə var. Ona pardon, 1 bayt. Ay, sağ ol. Deməli yoldaşlar, birinci sualda izaha artıq keçirəm. İnformasiyanın əsas ölçü vahidini öyrəndik. Baxın, bayt oldu. Birinci sualda doğru cavabımız A variantı. Ən kiçik ölçü vahidi deyəndə, bax, bəzən ola bilər, ən kiçik sözünü yazmaz. Deyər ki, elementar ölçü vahidi. Elementar yadınızda saxlayın. Bu balecə bizim ölçü vahidi olan bitdir. Ondan sonra bir ki, dinar yoldaşlar, bu ingilis dilində yazılışıdır. Mənası nə deməkdir? Elə bit deməkdir. Yəni, bitin Deməkdir. anlamı deməkdir. Doğru cavab, bəli, B variantı. Gəlirəm 4-cü sualda. 4-cü sualda bizə deyir ki, bir kilobayt neçə baytdır? Biz ölçü vahidləri arasında keçid necə öyrəndik? Bayt öyrəndik. Baytdan sonra kilobayt idi, sonra megabayt idi, gigabayt idi. Bunları öyrəndik. İndi biz hardan hara keçəcəyik? Bax yoldaşlar, kilobaytdan bayta keçirsiniz. Kilobaytdan, yəni böyükdən kiçiyə keçirsiniz. Böyükdən kiçiyə keçəndə nə öyrətdim sizə? Dediniz ki, 1024-ə vuracaqsınız. Ay sağ olun. 1024-ə vuracaqsınızsa, onu da yazacaqsınız. 1 vurulsun 1024-ə, o da bərabərdir elə 1024 olacaq. 1024-ü qüvvət üstünlə öyrənəndə necə öyrəndik? Dedik ki, 1024 2 üstü 10 deməkdir. Ay sağ olun. Yazanlar düzgün yazmısınız.
2 üstü 10. Deməli, doğru cavab 4-cü sualda bizim üçün A variantı. İndi gəlin 5-ci suala baxaq. Deyir 1 megabayt neçə baytdır? İndi hardan hara gələcəksiniz? Əlbəttə ki, megabaytdan kilobayta gələcəksiniz, kilobaytdan da bayta gələcəksiniz. Bu bizim keçiddir. Onda neçə dənə 1024-ə vuracaqsınız yoldaşlar? Baxın, 2 dənə 1024-ə vuracaqsınız. 2 keçid olanda 2 dənə 1024-dür. Onda gəlin yazaq. Deməli 1 vurulsun 1024, bu da vurulsun 1024. Artıq 1024-lərin yerinə də qüvvət üslərini yazsaz, 2 üstü 10 vuraq, 2 üstü 10. O da eləyəcək 2 üstü 20 nə yoldaşlar? 2 üstü 20 bayt. Doğru cavab B variantı. Bəli, B variantı alanlar düzgün almısınız. İndi gəlin 6-cı suala baxaq. 6-cı sualda nə deyir bizə yoldaşlar? 6-cı sualda deyir ki, 1 gigabayt neçə baytdır? Hardan hara gələcəksiniz? 1 gigabaytdan bayta gəlmək üçün əvvəlcə megaya gələcəksiniz, megadan kiloya gələcəksiniz, kilodan da bayta gələcəksiniz. Onda bax, indi yanından da yazıram. Burada neçə dənə 1024 olacaq? Gör, neçə dənə 210 olacaq? 3 dənə. Burada da bizim 3 dənə keçidimiz olacaq. Onda gəlin yazaq. Ya 3 dənə 1024 yazdınız və yaxud da 3 dənə 210 eynidir. 1 vurulsun 210, vurulsun 210, bu da vurulsun 210. Nəyə bərabər olacaq? Bilirik ki, qüvvət üsləri vurulanda əsas olduğu kimi qalır, üslər də bizim üçün toplanacaq. Bu da bərabərdir 230-a. Doğru cavab D variantı. Bəli, D variantı tapanlar düzgün tapmısınız. İndi yoldaşlar, tetrabaytda indi burada pəncərədə yer olmadığı üçün biraz açım. Ebi yoxdur. Bircə saniyə. Tetranı da yazaq. Aha. Yoldaşlar, tetrabaytda düşünün ki, bizdə gigabaytdan sonradır. Burada da neçə keçid olacaq? Əlbəttə ki, bir dənə düşünün ki, 1024 artıq olacaq. Kim yazdı? Yəqin ki, yazmısınız. İndi burada gigabaytdan sonra burada düşün xırda yazdım, bir tetra var. Tetradan da bayta gələndə artıq 3 dənə yox, 4 dənə 2 üstü 10-a vuracaqsınız. Vuraq 2 üstü 10-a, vuraq 2 üstü 10-a, bu da vuraq 2 üstü 10-a eləyəcək. Bu da eləyəcək bizim üçün 2 üstü 40. 2 üstü 40 nə? Bayt. Deməli, bir tetrabaytımız 2 üstü 40 bayta bərabərdir. Doğru cavab D variantı. Bunu da yəqin ki, başa düşdünüz. Hansısa bir çətinliyimiz olmadı. İndi yoldaşlar, kim başa düşmədi, kimə çətin gəldi? Gəlin 10-cu suala qədər də baxaq. 8-ci sualı tapmağa çalışın. 2 üstü 30'dur. Baxın, burada ola bilər rəqəm qara düşüb. Onu mən sizin üçün bir saniyə qələmlə buradan yazacağım indi yoldaşlar. Bu nə deməkdir? Düşünün ki, deyir ki, 2 üstü 30 bayt bərabərdir suala. 2 üstü 30 deməkdir bu. Bu da 2 üstü 23'dür burada da. 2 üstü 23 bitdi. Bu kilo biti keçməmişəm, ona görə buna baxmayın. Tapmağa çalışaq. Gəlin baxaq. Deməli, indi yoldaşlar, biz ölçü vahidlərində nə öyrəndik? Ölçü vahidlərində yenə buradan yazacağım. Bayt, kilobayt, megabayt, gigabayt. İndi biz hardan hara keçirik? 2 üstü 30 bayt varsa, artıq baytdan biz kilobayta, birinci kilobayta gələcək. Düzdür, yoldaşlar? Onda nə yazacaq? 2 üstü 30 varsa da, burada da bilirik ki, kiçikdən böyüyə keçəndə nə edirsiniz? Bölürsünüz. Nəyə? 2 üstü 10-a. Əvvəlcə böləcəm 2 üstü 10-a. 2 üstü 30'u 2 üstü 10'a böləndə neçə qalacaq? 2 üstü 20 nə? Kilobayt. Cavabda 2 üstü 20 kilobayt var? Yox. Deməli, onda davam eləyəcəm. Bu dəfə nəyə keçəcəm? Megabayta. Bu dəfə nə eləyəcəm? Yenə də 2 üstü 10'a böləcəm. Bu dəfə də 2 üstü 10'a böləndə artıq 30'dan 20'sini çıxanda qalacaq mənim üçün 2 üstü 10. 2 üstü 10 nə? Megabayt. Baxıram ki, 2 üstü 10 megabayt. Bir cavab yoxdur. Yenə davam edirəm. Bu dəfə də böləcəm yoldaşlar yenə də 2 üstü 10'a. Bu dəfə 2 üstü 10'a böləndə burada 3 dənə 10 olduğu üçün 30 eləyir. Burada da 30'dur. 30'dan da 30 çıxanda yoldaşlar nə qalacaq? 2 üstü 0 qalır. 2 üstü də 0 nəyə bərabərdir? 1'ə.
Bir nə? Harda dayandıq? Gigabaytda. Düzdür? 1 gigabaytda. Bəli, sevinç düz tapmışsınız. Deməli, doğru cavabımız nə oldu? 1 gigabayt. Doğru cavab A variantı. Deməli, yoldaşlar, cavabı tapana qədər bölə-bölə gedəcəksiniz. Küsd onlara. İndi 23-cü sualda yoldaşlar, bit nəyə bərabərdir? Bax, bunun əvvəlinə buradan bir dənə də bit yazacağım. İndi biz hara keçəcəyik? Bitdən əvvəlcə bayta keçid eləyəcəyik. Bitdən bayta keçəndə nə öyrəndik? Əlbəttə ki, bölmək. Nəyə bölmək? 8-ə və yaxud da nəyə bölmək? 2 üstü 3-ə. Onda 2 üstü 23 bölünsün, 2 üstü 3 yazdım. Bax, bayta keçdim. Onda nə qalacaq? 2 üstü 30 bayt. Baxıram, cavabda 2 üstü 30 bayt yoxdur. Davam eləyirəm. Bu dəfə böləcəm 2 üstü 10-a. 2 üstü 10-a böləndə 13-ünü götürəcəyik buradan. Qalacaq 2 üstü 10. 2 üstü 10-la bağlı bir cavabımız var. Baxıram ki, 2 üstü 10-la bağlı bir cavabım yoxdur. 2 üstü 10-la bağlı cavab olmadığı üçün mən hardayam yoldaşlar? Bax, kilobaytdayıq hal-hazırda. Bu dəfə megaya keçəcəm. Bu dəfə də bölürəm yoldaşlar. Bir dənə də 2 üstü 10-a. Artıq burada 2 üstü 23 bu, 10-la da 10, 20, 3 də bu 23. 23-lə də 23 yox olanda burada qalacaq 2 üstü 0. 2 üstü 0 nəyə bərabərdir? Vahidə bərabərdir. 1 nə qaldı? Hara keçdik? Bax, meqadayıq. 1 megabayt. Doğru cavab Y variantı. Niyə B variantı aldınız ki? 2 üstü 30 kilobayt hardan aldınız ki? Hansı sual edirsiniz siz? Bircə saniyə, mən qarışdırdım yoldaşlar. Üzrlü sayım, mən tərsinə baxmışam. Baxın, necə məni də yordunuz. Bax, üzrlü sayım. Elə olanda səs açıb deyin. Diqqətimdən qaçıb. Deməli, yoldaşlar, axı biz burada tərsini getmədik axı. Biz tərsini gedəndə bölmədə çıxırdıq, düzdür? Biz öyrəndik ki, kiçikdən böyüyə gedəndə nə edəcəyik? Kiçikdən böyüyə gedəndə böləcəyik. Amma mən burada nöqtə qoydum, bu sizi vurma kimi çaşdırır. Qoy bir də yazım. Siz B almısınız, bu niyə B çıxdı ki? Qoy bir də yazacağım yoldaşlar. Deməli, baxın, 2 üstü 23-dür, düzdür? 2 üstü 23 nədir bizdə? Bitdi. Əgər mən bitdən bayta keçirəmsə də 2 üstü 3-ə böləcəm, düzdür? Biz bilirik ki, bitdən bayta keçəndə 2 üstü 3-ə böləcəyik. Nə aldıq? Bax, açıq yazacağım yoldaşlar. 2 üstü 20 bayt almışam. 2 üstü 20 baytımız var. 2 üstü 20 baytımız yoxdur. Düzdür yoldaşlar? 2 üstü 20 baytımız yoxdursa da indi bu dəfə nə edəcəm? Baytdan kilobayta keçəcəm. Əgər baytdan da kilobayta keçəndə nə edəcəm? Əlbəttə ki, 1024-ə böləcəyik. Düzdür? 1024-ə böləcəksə də yoldaşlar. Onda 1024 2 üstü 10 idi. Düzdür. Onda böləcəm bunu 2 üstü 10-a. 2 üstü 10-a böldüm. Hara gəldim? Bax, baytdan kilobayta gəlmişəm. Qalacaq mənim üçün burada 2 üstü 10. Düzdür? 2 üstü 10 nə? 2 üstü 10 kilobayt. Düzdür yoldaşlar? İndi 2 üstü 10 kilobaytım qalıbsa, mən kilodan hara gedə bilərəm? Kilodan megaya gələ bilərəm. Düzdür yoldaşlar? Başqa keçidim var burada. Bu dəfə də yenə də bir dənə də 2 üstü 10-a böləcəm. 2 üstü 10-a böləndə artıq mənim üçün burada 2 üstü 0 qalacaq. 2 üstü 0 da bilirik ki, vahidə bərabər olduğundan elə 1 qalacaq. Harda qaldım? Megabaytda. Yoldaşlar, cavab Y-dən də çıxdı axı. Siz beni hardan tapmısınız? Düz tapmışam. Elə bildim nəsə diqqətsizlik eləmişəm. Hardan Ama ben tapdınız? orada 230'lu 223 mü gördüm telefonda. Ona göre orada dayandım. Hə, ola bilər. Elə bildim mən də rəqəmi səhv görüb, səhv yazmışam, amma açıq yazdım ki, bəlkə nədəsə diqqətdən qaçıb. Yox yoldaşlar, cavab 1 megabaytdır. Düzgün gəlmişik. Y-bəndə də cavab. Düz həll eləmişik. 23-dür burada. Bu 2 üstü 30'dur. Baxın, bu 2 üstü 30 kilobaytdır. Biz 23-dən 30-a necə çıxa bilərik axı? Biz bitdən bayta gedirik, baytdan kilobayta. Siz elə dediniz ya ona görə. Necə? Siz 23-dən 3-ün çıxanda 30 dediniz səhvlə. O birinə baxıb dediniz, ona görə hamı elə bildi. Hə, ola bilər. Yəqin bəlkə birinci suala, 8-ci sualdakı 30-a diqqət etmişəm. Ola bilər yoldaşlar. Amma həll yolunu yazdım. Eybi yoxdur. Bunlar texniki bir problemlərdir. Narahat olmayın yoldaşlar. Əsas odur ki, düzgün həll eləmişik, narahat olmayın.
Deməli biz 9-cu suala qədər sizinlə baxdım, amma 10-cu suala niyə baxmıram yoldaşlar? 10-cu sual bizdə kilo bitdi. Kilo biti başa salmamışam sizdə, ona görə onu da inşallah gələn dərs keçərik. İndi mən sizə test atacağam qrupunuza. Evdə hər biriniz bitlə, baytla, ölçü vahidi ilə bağlı testlərin hər birini işləyərsiniz. Qrupa da atarsınız, qrupda da müzakirə eləyərsiniz. Qrup da açıqdır. Bircə yoldaşlar saat 12-yə qədər yaza bilərsiniz. 11-dən 11-ə qədər, 12-yə qədər yaza bilərsiniz. Amma 12-dən sonra heç sevmədiyim şeydir qruplarda. Bir də görürsüz birinin yadına çıxır, saat 1-də qrupa baxır, cavab atır, nəsə yazır. Belə bir şeylər olmasın. Çünki hər birimiz bilirsiniz ki, yorğun oluruq, işdən gələn olur, ailəli olanlar, yoldaşlarımız var. Yəni hansısa bir problem olmasın. Saat 12-yə qədər də qrup açıqdır. Orada müzakirə edə bilərsiniz, bilmədiklərinizi soruşa bilərsiniz, bildiklərinizi bir-birinizlə paylaşa bilərsiniz, bərabər şəkildə imtahana hazırlaşa bilərsiniz. Mən də çalışıb sizə kömək və dəstək olacağam bu sahədə. Nəyi də bilməsəz yenə də soruşarsınız. Sizinlə bugünkü dərsimiz bu qədər. Çox sağ olun, sizlər də sağ olun. Xoşdur, halalınız olsun. Əlbəttə ki, bunlar bizim üçün kiçik bir şeylərdir. İndi kimin nə sualı olsa, nəyə başa düşməsə bir daha da soruşa bilərsiniz, deyə bilərsiniz. İzahınızı da qrupa atacağam. Hər birinizə uğurlar arzulayıram. Çox sağ olun, sağlıqla qalın.